10 litr sütdən bizə əmlə gəlib 1 kiloqram pendir. Bu da gəlib 12 manata, 13 manata başa gəlir. 5 manata, 6 manat pendirlər, qatıqlı pendirlər. Üzə alınan, bilməm nədən hazırlayırlar. Amma o qiymətə pendir heç bir əmrə gəlmir. Pendir süfrələrimizin əvəzolunmaz ağartı məhsullarından biridir. Hər gün istifadə etdiyimiz bu məhsulun 1 kiloqramı 5 manatdan başlayaraq 13 manata qədər dəyişir. Maraqlıdır, əgər 1 kiloqram pendir hazırlamaq üçün təxminən 10 litr süddən istifadə olunursa, bu zaman məhsulun maya dəyəri 12-13 manat arasında dəyişir. Bəs bazarlarda kilosu 5 manata satılan pendir nədən hazırlanır? Kənd məhsulundan qatıqlı olan məhsulu seçmək, ayırt etmək mümkündür? Başı çıxan, hə. Səx məhsulu biraz bərk olur, belə ovalanmır. Deyək ki, pendiri əlinə belə sıxanda pendir dağılmır. Kənd məhsulu yeyəndə seçilir də, dadından bilinir. Çox olur qatqılı, hər şeyə qatırlar bu dəqiqə. Pendirlərin qiymətləri neçədən başlayır, neçəyə qədər davam edir? 5 manatdan başlayır, 10 manata. Var məsəl 5-ə var, 6-ya var, 7-yə var, 8-ə var, 10-a var, 10-a motal pendir.